Elektron jurnal ənənəvi kağız jurnalların rəqəmsal formasıdır. Müəllimlərin, şagirdlərin və valideynlərin dərs prosesi ilə bağlı məlumatlara onlayn şəkildə çıxışını təmin edən bir sistemdir. Elektron jurnalların əsas funksiyaları: qiymətlərin qeyd olunması. Müəllimlər şagirdlərin gündəlik, summativ və digər qiymətlərini elektron şəkildə qeyd edir. Yoxlama işləri və tapşırıqlar. Ev tapşırıqları, yoxlama işləri, layihələr və s. sistemdə qeyd olunur. Davamsızlıq. Şagirdin dərsə gəlmədiyi günlər elektron şəkildə qeyd edilir. Valideyn nəzarəti. Valideynlər övladlarının dərsə davamiyyəti, qiymətləri və digər məlumatlarını mobil tətbiq və ya web portal vasitəsilə izləyə bilir. Sistemə necə daxil olunur? Adətən, elektron hökumət portalı və ya təhsil müəssisəsinin verdiyi xüsusi giriş linkləri vasitəsilə daxil olunur. Hər kəsin öz şəxsi giriş məlumatları olur. Elektron jurnalın üstünlükləri: şəffaflıq, qiymətləndirmə və davamiyyət valideynlər tərəfindən anında görünür. Vaxta qənaət. Kağız işləri azalır, məlumatlar sürətlə daxil və əldə edilir. Təhlil imkanı. Müəllim və idarəçilər şagirdlərin inkişafını daha yaxşı təhlil edə bilir. Əlçatanlıq. Məlumatlara istənilən vaxt, istənilən yerdən çıxış mümkündür.